Başa bağlantıdaydı. Xəbər verdiyimiz kimi birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bugün Bakının Nizami rayonunda yerləşən bir sayılı uşaq evi sosial xidmət müəssisəsində olublar. İndi bununla bağlı hazırlanan reportajı təqdim edirik. Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva bir sayılı uşaq evi sosial xidmət müəssisəsində oldular. Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər. Hazırda bir sayılı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşa dək 100 uşaq var. Onların təhsil və idmanla məşğul olması, sağlamlıqlarının təmin edilməsi üçün burada zəruri şərait yaradılıb. Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmadı. Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır. Burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın 2 sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, cavanlara mənzil və avtomobil hədiyyə olunub.